Ciddi əzildi. Time after time, I tell myself that I'm so lucky to be loving you. So lucky to be. Get o tarafa. Canım çekmez. Ama qəşəng. Bence çayla içmeye qəşəngdir. Mən şokolad xoşlayıram. Qəşəngdir. Beğendik. Ben beğendim. Ben de beğendim. Neden daha çok? Ben acilen oynamalı bir yere katılmalıyım. Çünkü bedenimde çok büyük bir rəqs şeysi var. Ben bu çayakla danışmak istiyorum ki çayı çok beğendim. Qəşəng. Testi bu arada bu. Nədir? Testin şeysi var ya. Hə? Oldu. Heç nəsiz? Yox, heç nəsiz yox. 5 nəsiz değil. Değil ah kanka. Oldu. Yo onu açıram. Nasıl? Sen derdim 50 qəpiyə versin. Dedim ne Çok deyim? utandım Mən də utandım. Bilirsiniz niyə? Çünki kişi birinci Aysel çox açıq səslə danışdığı üçün ona qulaq asmaqdan biraz bezdi. Hə, biraz dedi tək-tək. Hə, ona görə. Mən neylədim mi? Mesela sual verdi, ne dediler tək-tək deyə falan. Mən sualımı verəndə başqası gəldi, müdaxilə elədi. Bu qoquşlar da yəni birdən-birə. Birdən-birə bizim arxamızda çoxlu müştərilər gəldi ora. Bu nə deməkdir? Ayağımız düşər. Ama şey demek de yani siz olmayacaksınız. Sadece Nə? yoruldum başıma. Sen nasıl içmeyeceksin? Ben içtim. Sen içtin bu kadar. Psikolik. Mən də içdim. Sonu çox pis idi. Aa o kaşığı kim tarttı? Mən. Dibi var Hə, var. Ağ da şey olub. Yazı o kadar bol şokolad töktü. Gedəyim hadi. Şey Çərşənbəniz mübarək. Sen de bir şey Aa, diyeceğim çarşamba. sonra. Evi şehirden 2 saatlik uzakta olanlar ev kaldırsın. Buna rağmen fedakarlık eləyib. Rəğmət. Fedakarlık eləyib, şey eləyib. Fedakarlık. Universitetdən qalıb bu qız. Yəni bizə görə. Sizə görə deyəndə Elə yazıb da. Deyir, mənə Mən deyir, elə bir şey demədilər. deyir, mən sənə görə universitetdən qalıb getmir. Mən dedim, sən dərsə çox gedənsən, dərs polik qızsan falan. Gedək. Oynadığı şey yapmak istəyir. Yemin də çox faciə. Hara? Getmişdi. Tamam. Niyə? Mənim heç yaddaşım yoxdur, haraydı ay Allah. Bir yerə getmişdi oynamaq üçün amma Aa, Ben haberlerde göstereyim. sən düşmək istəyirsən? Ben buradan yukarı. auditoriyanın salonu.